İzləyicilərimiz bilsin, sadəcə Baxın, quruluşu dedi. Əlinizin ümumi forması var, düzdür? Bu 4 künclü barmaqlar da orta uzunluğa sahibdir. Bu deməli enerjidir. Sizin enerjiniz kifayət qədər var. Həm doğum tarixini göstərir, 2 dənə 2, bir dənə 4 var. Bu enerjidir. Siz həm idarəçi ola bilərsiniz 4 rəqəmi ilə. Fiziki durum əla ola bilər. Eyni zamanda həm də ulu babalarınızı çəkmişsiniz. Onlar da fiziki cəhətdən güclü olublar. 2 dənə 2 ruhan da güclüsüz. Baxmayaraq ki 38 rəqəmi idarə edirsiniz. O bədminlikdir, kədərlilikdir. Ruhun kədəri deməkdir o. Bəli, bəli. Hə, amma düşüncələriniz bunun qarşısını xeyli alır. Əl də eyni şeyi göstərir. Enerji var, deməli bunlar vəhdət təşkil eləyir. Enerjinizdən istifadə edə bilərsiniz. Sizdə kişi enerjisidir. 4 dənə 8, bir dənə 9 var. 2 dənə 2, bir dənə 4 var. Sizin ruhunuz kişi ruhudur. Və rəqəm toplumu 14 dənə olduğuna görə siz artıq 14-cü dəfədir ki, dünyada yəni yaşayırsınız. Bu dünyada yaşayır. Eyni ruh olur, müxtəlif bədənlər. Bədənlərdə, bəli. Siz təcrübəli insana sahib birisi hesab oluna bilirsiniz. Uşaq vaxtından danışanda da böyük adamlar kimi danışa bilmişsiniz. Yəni hamı deyib ki, bu çox bilmişdir. Hə, elə deyirlər. O sizin ruhunuzdan çox irəli deyirlər gəlir. mənə belə. Deməli indi baxaq. Barmaqlar yuxarı baxır, hər şeyinə maraqlanan deməkdir. Bəli. Bu bir. Deməli, barmaqların dırnaqların formasını görsənir ki, daxili soyuq dəymə və bayaq dedim ki, revmatizma var. Bəli, bəli, revmatizma. O sıra dırnaqlardan bilinir. Ona görə burada 8-i çox olan adamlar, bir dənə 9 var deyənə, onlarda daha çox zəif yer mədə altı vəzi ilə öd sahələri olur. O da sizdə biraz problemini göstərir. Deməli, o onu da verirdi. Barmaqlar düz olduğuna görə deyir ki, siz düzgün və məntiqli adamsınız. Düzgün istiqaməti götürən bir insan və qanunpərəst bir insan hesab olunursunuz. Amma tələbkarlıq var. 9 var axı burada. Sərt danışıq, ötkəm danışıq, qəfləti danışıq. Bildinizmi? Yəni, sözü gizlətmədən demək. Hə, nə düşünürəmsə deyirəm. Bunlar həm əldə göstərir, həm rəqəm numerologiyadan, doğum cədvəlində göstərir. İndi baş barmaq iridir, bu tabi olmamadır, həm də yenə də qürur hissi. Digər tərəfdən baş barmaq ortadan sanki bölünüb, falanqa 2 bərabər hissəyə bölünür. Siz eyni zamanda nə düşünürsünüz, onu da icra edə bilərsiniz. Bəli. Xüsusiyyətini daşıyır. Keçdik, bir dənə də. Keçələ barmağın üstündə yarım dairə var. Başqa adamlarının işini həmən həll etməyə qabil adamsınız. İstənilən bir məsələni həll etmə. Burada keçdik əlin içinə. Əlin içi Venera bürcü qabaritdir. Həyat mübarizəsi güclüdür. Bu bir. Eyni zamanda özünə diqqət, sevgi ondan da yüksəkdir. Ay bürcü biraz qabaritdir. Deməli, fantaziyalar realdır. Çox mənasız fantaziyalar deyil. Deyil, hə. Sizdə real fantaziyalardır. Arzularla bir yerdədir. Onu icra etməyə meyillik var. Sadəcə olaraq 6 rəqəm olmadığına görə, həm də 5 rəqəmi maddiyyat çatmır, bir, arzuları həyata keçirməyə. Bir də ki, siz görünən deyilsiniz, sanki kölgədə qalırsınız. Hə. O mənaları daşıyır. Burada əldə də onu göstərir, rəqəmdə də onu göstərir. Amma burada Mars bürcü biraz qabaritdir əldə. Deməli, emosionallıq var, küskünlük var, reaksiya var, sərtlik var, hətta qısasçılıq var. Amma 8-lər həmən sonra onu yumuşaldır. Bəli, bəli. Deməli, xaricdə yaşamaq üçün burada əvvəldən gərək xaricdə yaşayardınız. Səyahət xətti güclüdür. Deməli, bu həm sizin ruhunuzda olub, həm sizin istəyinizdə var ki, çox sevirəm səyahəti. O yenə də ruhdan irəli gəlir. Yəni, səyahətlərə meyillik, yüksək yerdə, hündür yerlərdə yaşama, yaşıl zonalarda yaşama. Əslində şans olub. Bu şansdan istifadə etməmisiz. Çünki baş xəttində bitib qutarır. Deməli, şəxsi səhvlər ola bilir. Bu həm də onu göstərir.